Bozbaş müğənni terminini qəbul edirsiniz yoxsa yox? O qədər mübahisələr getdi ki, Lap qəbul bozbaş eləmək yemək lazım istəriz. olacaq da. Çünki onlar həddindən artıq çoxdular. Onlar bir ordudur. O ordunun qabağına, qarşısına sipər çəkməyə bacarsaq əgər və bu bozbaşlıq qutarsa, tamamlansa və onlar öz yerini dəqiq tanısalar, bilsələr, onların haqqı var ki, hər şey tələb eləmək. Çünki o əgər kanallarda, televiziya ekranlarında görür ki, başqa bozbaş çıxış eləyir, meydan sulayır, onun da haqqı var bu iddiada olmağa. Ona görə bu iddiaçıların sayını azaltmaq üçün burada hardasa təmizlik işi aparmaq lazımdır. Santexnika işə düşməlidir. İlham xanım, buyurun. Mən istərdim ki, televizyon efirlərində, radio efirlərində bir senzur olsun. Hardasa bir senzur olsun. Bu bozbaş müğənnilərinin konsertləri verilişləri, onların ərazisində bozbaşlar olsun, bozbaş ərazisi olsun, sənətkarlar ərazisində bozbaş olmasın. Və mən istəmirəm bizim ərazimizdə, ay heyf o bozbaş xörəyindən, heyf Allah, o yararsızlar olmasın. Qoy olsun onların da konsertləri, televizyon konsertləri, insandılar, sənəti sevirlər, musiqini sevirlər. Qoy olsun onların ərazisi, biz onların ərazisinə yaxın getmirik. Və qoy bizi onlarına qarışdırmasın. Bizim də onların ərazisində. Öz ərazisindən qovdu bir para müğənniləri. Buyurun. Bu bir növ o bozbaş müğənni varmı? Bozbaş müğənni var, özü həmin bozbaş müğənnilərə manus deyirlər. Düz də deyirlər. Vəssalam. Siz özünüzü saymırsınız o kateqoriyada. Qardaş, mən o kateqoriya sayıla bilmərəm. Mən Azərbaycanın 3də 2-sinin faizinin toyunu oxumuşam. Özü çox gözəl məclislər, çox gözəl. Mən indiki adam deyiləm. Çox sağ olun, alqışlayaq. Cəmilə xanım, siz burada İlhamə xanım ciddi ittiham elədi və buyurun İlhamə xanım. Mən sizə bir kəlmə söz deyim. Cavanşir bozbaş deyil. Cavanşir bozbaş deyil. Alqışlayaq. İlhamə xanım fikrini alqışlayaq. Cavanşir dəstəklədiniz, yəni Mən fikrinizlə razılaşdınız. dəstəkləyirəm Cavanşiri. Cəmilə xanımı niyə dəstəkləmədiniz? Sayırsınız bozbaş. Əgər Cəmilə xanım özünə elit star deyirsə, qoy özü üçün olsun da elit star. Evdə otursun, dursun, desin ki, mən elit staram. Kimə bunun nəzərəlim? Amma mən bunu bozbaş kimi qəbul eləyirəm, eləmirəm, qoyur həngiz. Rəmiz xanım, İlhamə xanım, Cəmilə xanımı bozbaş kimi qəbul edir yoxsa yox? Səlahiyyəti verdi sizə. Məncə, belə deyək ki, İlhamə xanım dediyini cəmləşdirək və belə deyək ki, bu termin tezliklə Azərbaycan musiqi sənətinin içindən götürülsün və o bozbaş... Rəngiz xanım, İlhamə xanım, Cəmilə xanım bozbaş sayır yoxsa yox? O Sayır. səlahiyyəti sayır. Sayır. Sayır.